kardeş. Sumqayıtda yanğın hadisəsi baş verib. Hadisə şəhərin 11-ci mikrorayonunda yerləşən avtomobil təmiri sexlərində qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikaları cəlb olunub. Polis əməkdaşları tərəfindən isə ərazidə təhlükəsizlik tədbirləri görünüb. Avtomobil təmiri sexləri ilə yanaşı yuxarıda yerləşən idman zalında da yanğının qeydə alındığı bildirilir. Qabaq tərəfdən, sexin qabaq tərəfindən başladı, ikinci mərtəbədə yanğın baş verməyə başlayıb tüstülüyürdü. Sonra çıxdıq çörəki arxa tərəf, bu tərəf də tüstülüyür. Ondan sonra hər tərəf başladı tüstülməyə. Ümumi sahəsi 1800 kvadrat metr olan 2 mərtəbəli obyektin ikinci mərtəbəsində idman zalında yanğın baş vermiş və yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində baş vermiş yanğın hadisəsi söndürülmüşdür. Birinci mərtəbədə yerləşən avtotəmir sexləri və ikinci mərtəbədə idman zalının və digər sahələr yanğından mühafizə olunmuşdur.